Hansı sualın cavabı mətndə yoxdur? A variantı. Ana qaranquş yuvadan niyə uçdu? Mətnə baxaq. 3-cü abzasın sonunda yazılıb. Qaranquş çətinliklə uçurdu, amma geri qayıtmağı düşünmürdü. Çünki onun balaları ac idi. Ya da məsələn 2-ci abzasda yazıb. Ac qaranquş balaları səs-səsə verib cikkildəyirdilər. Yəni ana qaranquş niyə uçurdu? Çünki balaları ac idi və onlara yemək tapmaq istəyirdi. B-yə baxaq. Qaranquşun balaları niyə cikkildəyirdi? Yenə 2-ci abzasda yazılıb. Amma yağışın səsi qaranquş balalarının səsini batıra bilmirdi. Ac qaranquş balaları səs-səsə verib cikkildəyirdilər. Yəni onların cikkildəmələrinə səbəb ac olmalarıdır. B-dəki sualın cavabı da mətndə var. C-də yazıb. Qaranquşun yuvasında neçə bala var idi? Bu haqda mətndə heç bir məlumat verilməyib. Bizdən də cavabı olmayan sual soruşulurdu. Yəni C variantı doğru cavabdır. Mətnə ikinci ad verməli olsaq, verilənlərdən hansı daha çox uyğun gələr? A. Ana məhəbbəti, B. Yağışın səsi, C. Qaranquşun yeməyi. Dostlar, mətndə ümumi nədən danışılır? Ana qaranquşun yağışa baxmayaraq öz balalarından doyurmaq üçün, onlar ac qalmasın deyə onlara yemək axtarmağından, düzdür? Yəni burada əsas söhbət ana qaranquşun balalarına olan sevgisindən gedir, ana məhəbbətindən gedir. A variantı doğru cavabdır. Narıncı hərflərlə verilmiş söz hansı sözlə əvəzlənsə cümlənin mənası dəyişməz. Narıncı hərflərlə dəyirdi sözü verilib. Ana qaranquş yuvadan uçdu, iri-iri damcılar onun başına, qanadlarına dəyirdi. Dəyirdi sözünə yaxın mənalı söz hansı söz olar? Əlbəttə ki, toxunurdu. Damcılar onun başına, qanadlarına toxunurdu. A variantı doğru cavabdır. Qanadlarına gedirdi ya da qanadlarına dayanırdı, çox mənasız səslənir, düzdürmü? Cavabımız oldu A variantında. Hansı fikir ana qaranquşa aid edilə bilməz? Balalarını çox sevir fikri aid edilə bilər. Niyə? Çünki o yağış yağmasına baxmayaraq balalarının ac olmağını dözə bilmir və yemək axtarmağa gedir. Yuvasına yeməklə gəlir fikri də aiddir. Niyə? Çünki yazıb ki, bir az sonra dimdiyində yem olan ana yuvasına qayıtdı. Deməli, yuvasına yemlə qayıdır fikri də doğrudur. Amma yağış onun qarşısını kəsir fikri yanlışdır. Niyə dostlar? Çünki tam tərsi yağış onu dayandıra bilmir. O yenə də yuvasından uçub balalarına yemək gətirməyə gedir. Cavab oldu B variantında. Hansı fikir mətnə görə doğrudur? Qaranquşun balaları da onunla bir yerdə uçur fikri yanlışdır. Qaranquşun balaları mətndə yuvada gözləyir, ana qaranquş isə gedir onlara yemək gətirir. Qaranquş yuvadan uçduğu üçün çox peşman olur fikri də yanlışdır. Çünki son abzasda yazılıb ki, ana qaranquş çox yorulmuşdu, amma peşman deyildi. B-yə baxaq. Yağış yağdığı üçün hamı qaçıb gizlənir. Bəli, bu fikir doğrudur. Birinci abzasda yazılıb. Güclü yağış yağırdı. Hamı yağışdan qorunmaq üçün qaçıb gizlənmişdi. Mətnə görə bu fikir doğrudur. Cavabımız oldu B variantında. Cümlə necə tamamlansa mətnə tam uyğun gələr? Mətni oxuyaq. 3 nəfər kiçik qayıqla dənizə çıxmışdı. Bir az sonra güclü külək başladı. Dənizdə böyük dalğalar yarandı. Dalğalar qayığı möhkəm yırğalayır, atıb tuturdu. Qayıqdakılar A variantında yazıb. Sakit dənizdə qayıqla xeyli gəzdilər. Bu fikir yanlışdır. Çünki tam tərsinə deyir ki, dənizdə dalğalar var, külək var. Deməli, dəniz sakit deyil. B-də yazıb ki, bunu görüb sevindilər. Bu fikir də məntiq olaraq doğru deyil. Niyə? Çünki əgər dənizdə külək varsa, dalğalar varsa və qayıq yırğalanırsa, qayıqdakıların batma riski var. Onlar bundan sevinməzlər. Tam tərsi, narahat olarlar. C variantı, narahat olmağa başladılar fikri doğrudur. Cavabımız oldu C variantında. Müəllim lövhəyə ailə sözünü yazdı. Uşaqlar həmin söz haqqında fikirlərini dedilər. Hansı şagirdin dediyi fikir səhvdir? A variantında yazıb. Sözdə saitlərin və samitlərin sayı eynidir. Sait və samitlərdən söhbət gedirsə, biz mütləq ailə sözünün deyilişinə baxmalıyıq. Düzdür? Ailə olaraq deyiləcək. Neçə sait var? 1, 2, 3. 3 sait var. Bəs samit sayı 1, 2. 2 samit var. Deməli, saitlərlə samitlərin sayı eyni deyil. Biz artıq səhvi tapdıq. Şərtdə bizdən səhvi soruşurdu. Cavab olacaq A variantında. Amma digər variantlara da baxaq. Söz saitlə başlayır və saitlə bitir. Həqiqətən də saitlə başlayır və saitlə bitir. C-də yazıb, hər hərfdən bir dəfə istifadə olunmuşdur. Hərf dediyi üçün yazılışına baxacağıq. Həqiqətən də hər hərfdən ailə sözündə cəmi bir dəfə istifadə olunur. Deməli, səhv olan A variantındadır. Cavab oldu A variantında. Cümlələr hansı ardıcıllıqla düzülsə, tam fikir ifadədən kiçik mətn alınır. Dostlar, ardıcıllıq belə olmalıdır. Əvvəlcə ikinci ilə başlayırıq. Uşaqlar parkda topla oynayırdılar. Daha sonra birinci gəlir.
Birdən Rövşənin bərk vurduğu top ağacın budaqlarının arasında qaldı. Ən sonunda isə üçüncü. Uşaqlar topu necə götürmək barədə düşünməyə başladılar. 2, 1, 3. Cavabımız oldu B variantında. Nümunədə nədən bəhs olunmur? Şeirə baxaq. Qağaylar sular üstə aram-aram enir, qalxır. Günəş batır odlu şar tək, Xəzərim arxasınca baxır. A variantında yazılan qağayların suyun üzərində uçmasından şeirdə bəhs olunur. Birinci hissədə deyir ki, qağaylar sular üstə aram-aram enir, qalxır. Yəni qağaylar suyun üzərində uçur. C variantındakı günəşin batmasından da qeyd olunur. Çünki yazıb ki, günəş batır. Günəş batır odlu şar tək. Amma B-də küləyin suları bərk dalğalandırması haqqında mətndə heç bir məlumat verilməyib. Ona görə də B variantı cavabımız olacaq. Şəkildə verilmiş canlıların adlarındakı saytlar haqqında fikirlərdən hansı doğrudur? Şəkildə zürafə və dəvə görürük. Və şərtdə bizdən saytlar soruşulduğuna görə mütləq onların deyilişini də yazmalıyıq. Zürafə necə deyiləcək? Zürafə. Dəvə isə yazıldığı kimi deyilir. Baxaq. Hər ikisinin adında ə saiti işlənmişdir. Zürafədə də ə saiti var, dəvədə də. Biz artıq cavabı tapdıq. Digər variantlara da baxaq. Hər ikisinin adında 2 sait işlənmişdir. Zürafədə 1, 2, 3. 3 sait var. Dəvədə isə 1, 2. Bu doğrultmadı özünü. Hər ikisinin adı saitlə başlayır. Tam tərsi. Həm zürafə, həm də dəvə samitlə başlayır. Cavabımız oldu A variantında. Çərçivədə verilmiş söz qəsdən səhv yazılmışdır. Hansı düzəliş olunsa söz doğru olar? Təbiət necə yazılır dostlar? Əlbəttə ki, təbiət kimi. Yəni y-yə ehtiyac yoxdur. C variantı doğru cavabdır. Bənddə hansı suala cavab tapmaq mümkün deyil? Oxuyaq. Əmim gilə apardı atam məni bir səhər. Əyləşdik avtobusa, biz yol getdik nə qədər? A-da yazıb ki, onlar evdən hansı məqsədlə çıxmışdılar? Bunu bilirik, düzdür? Əmisi gilə getmək üçün. A-dakı suala cavab tapa bilərik. C-də yazıb ki, onlar hansı nəqliyyat vasitəsindən istifadə etdilər? Avtobusdan. Bu sualın da cavabını bilirik. Onlar gedəcəkləri yerə saat neçədə çatdılar? Bununla bağlı isə heç bir məlumat verilməyib. Cavabımız olduğuna görə də B variantında. Dayaq olmaq sözü verilənlərdən hansı ilə əvəzlənə bilər? Dostlar, dayaq olmaq sözü dilimizdə kömək olmaq mənasında işlənir. Yəni A variantı doğru cavabdır. Hansı cərgədə hər iki sözdə saitin yazılışında səhvə yol verilmişdir? Dairə sözü düzgün yazılıb. Həyət sözü də düzgün yazılıb. A getdi. Təəssüf sözü düzgün yazılıb. Stadion sözü düzgün yazılıb. B də getdi. Teatr yox, teatr yazılmalıydı. Nümunə yox, nümunə yazılmalıydı. Yəni hər iki sözdə saitin yazılışında səhvə yol verilib. Cavab oldu C variantında. Mətndən hansı ideyanı çıxarmaq mümkündür? Mətnə baxaq. Gülər dərslərini təkrarlamalıydı. Anası ona neçə dəfə desə də, Gülər hər dəfə birazdan oxuyacağını deyirdi. Axşam əmisinin uşaqları onlara qonaq gəldi. Güllərin başı oynamağa qarışdı, dərslərini oxumağa vaxt tapmadı. Səhər dərsə gedəndə o, dünən anasının sözünə qulaq asmadığı üçün peşman idi. Mətndə nədən danışılır? Gülərin sonda peşmanlığından. Sonraki peşmançılıq fayda verməz. Çünki Gülər nə qədər peşman olsa da əvvələ qayıdıb dərslərini yenidən oxuya bilmir. Cavab oldu C variantında. Kiçiklərə qayğı ilə yanaşmaq hamımızın borcudur. Mətndə bu haqda danışılmır. Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Bu da bizim mətnimizdən əlaqəsi yoxdur. Cavabımız oldu C variantında.